İmam Hüseyn əleyhissalam, Kərbəla şəhidləri, Kərbəla əsirləri, vətən uğrunda şəhid olanların ruhuna salavat zikr edək. Allahümmə səllə. İmam Zaman əleyhissalamın qəlbinin bizdən razı olması, ağanın salamatlığından ötürü salavat zikr edək. Səlləm Muhammedin, Ali Muhammed. Bütün xəstələrin şəfa tapmasından və bütün müsəlmanların salamat olmasından ötürü salavat zikr edək. Allahümmə səlləm Muhammed, Ali Muhammed. Öz ölənlərimizin ruhuna, dünyadan köçən bütün müsəlmanların ruhuna salavat zikr edək. Allahümmə Muhammedin Muhammed. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Əuzu billahi minəşşeytanirracim. Aleykümselam. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Es-salatu vesselamu alə seyyidil enbiyai vel mursalin. Habibina və habibi ilahil alamin. Əbil Qasimil Mustafa Muhammed. Ali Muhammed. Və alihi təyyibinə tahirinəl məsumin və lənətullahi ələ ədaihim əcməin minəl ən ilə yevmiddin. Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Teala bizləri təqvalı olan bəndələrindən qərar versin inşallah. Allah Teala bu cümə günün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Teala bütün müsəlmanların dualarını, ibadətlərini qəbul etsin inşallah. Mövzumuz hidayət barəsində idi. Geniş bir mövzu idi. Yəqin mənimlə razılaşarsınız. Bizim artıq neçə cümə söhbətimiz, xütbəmiz elə hidayət barəsində danışmağa sərf olundu. Hidayət barəsində biz Quran-ı Kərimin ayələrindən istifadə etdik və inşallah ki, hələ bəlkə biraz da davam edəcək mövzumuz. İstəmirəm bu mövzunu yarımçıq saxlayaq, yaxud müəyyən ayələri deyib, müəyyən ayələrindən keçib gedək, yox. Hidayət barəsində əsas məqamlara işarə etdik ki, maneələr nədir? Yəni, o maneələrin keçməkdən ötürü. Yaxud o maneələrlə biz rastlaşdığımız zaman o maneələrə diqqət yetirməyimiz əsas məsələlərdən biridir. Hidayət bizi aparır sırat-əl müstəqimə, doğru yola. Fatihə surəsində biz Allah Teala'dan istəyirik ki, ihdinə sırat-əl müstəqim, bizi doğru yola yönəltkinə. Orada ihdinə, yəni hidayət etkinə, sırat-əl müstəqim, doğru yola hidayət etkinə. Birdən sual verərsiniz ki, sırat-əl müstəqimdən başqa yol da var? Var. Sırat-əl cəhim, cəhənnəmə aparan yoldur. Sırat-əl cəhim, cəhənnəmə aparan yoldur. Allah Teala buyurur ayədə ki, onlar ki, min dunillah, Allah'ı qoydular, Allah'ı tərk etdilər, başqalarına tərəf üst tutdular. Allah Teala buyurur ki, fəhduhum ila sıratil cəhim. Onlar cəhənnəmin yolunu seçdilər. Sırat yol deməkdir. Ərəb dilində bir neçə yol sözü var.
bir neçə yol sözü var. Bəlkə 4-5 söz var ki, yol mənasını ifadə edir. Sirat sözünün digər sözlərdən fərqi budur ki, sirat sözü cəm olmur. Cəm forması yoxdur. Ona ərəb dilində hər hansısa bir şəkilçə əlavə etmək, yaxud hər hansısa bir qəlbə salmaq ki, onu vəznə salmaq ki, cəm ifadəsini versin, yoxdur. Sirat hələ siratdır, yol və salam. Başqa sözlər var, təriq sözü var, yol deməkdir. Turuq cəmidir. Səbil yol deməkdir ərəb dilində. Subul cəmidir. Amma siratın yoxdur cəmi. Sirat bir dənədir. Sirat-əl müstəqim. Doğru yol bir dənədir. Hər yola doğru yol demək olmaz. Doğru yol yalnız bir yoldur. Sirat sözünün başqa bir tanışlığı da var bizə. O da bundan ibarətdir ki, sirat körpünün adıdır. Həmin körpü cəhənnəmin üstündən cənnətə aparan bir körpüdür. Sirat adlanır o körpü. Bəzi insanlar üçün geniş olur, əməllərinə, imanlarına, əqidələrinə uyğun olaraq. Bəzi insanlar üçün isə çox nazik olur. Sirat sözü, sirat körpüsü. Allah Teala buyurur ayədə, biz ki Fatihə surəsində deyirik, bizi doğru yola yönəlt, bir elə Allah da zatən doğru yola yönəldir. Allah başqa yola yönəltmir ki. Yəhdi mən yeşa ila siratin müstəqim. O kəslər ki, hidayətə layiqdirlər. O kəslər ki, hidayətə layiqdirlər, Allah Teala onları sırat-əl müstəqimə yönəldir. Doğru yola yönəldir. Sırat-əl müstəqim. Sırat-əl müstəqim bəndəliyin əsas amillərindən biridir. Gərək adam bəndə olsun ki, sırat-əl müstəqimdə olsun. Bəndə olması sırat-əl müstəqimdə olmayacaq. Bəndəlik lazımdır. Allah Teala buyurur, Peyğəmbər sallavatullaha əhli kitabla danışdığın zaman dinən onlara ki, İnnəllahə Rəbbi və Rəbbəkum. Həqiqətən Allah mənim də Rəbbimdir, sizin də Rəbbinizdir. Fəəbuduhu. Bu ayəni bu cürdə tərcümə etmək olar. Ona ibadət edin. Məsələn, əhli kitab deyər ki, biz öz əqidəmizə uyğun, öz şəriyyətimizə uyğun, öz dinimizə uyğun Allaha ibadət edirik. Demək, burada bir başqa bir məna da var. Fəəbuduhu, yəni ona bəndə olun. İbadətin əsas mahiyyəti budur. Allaha bəndə olmaq. Fəəbuduhu, ona bəndə olun. Haza sıratun müstəqim. Doğru yol budur. Doğru yol budur. Yəni, insanlar hər dəfə Fatihə surəsində sırat-əl müstəqim deyirlər, amma sırat-əl müstəqimin açıqlaması var. Sırat-əl müstəqim hələ sadə, bəsit bir şey deyir ki, deyəsən ki, bizi doğru yola yönəlt və salam. Yox. Sırat-əl müstəqimin mənaları var. Əgər biz onun mənalarına varmasaq, əgər biz onun mənalarına çatmasaq, biz hardan bilərik ki, sırat-əl müstəqim nədir? Sırat-əl müstəqimin əlamətlərindən biri budur ki, adam bəndə Allaha sığınır. Sırat-əl müstəqimin əlamətlərindən biridir. Fərqi yoxdur, kimliyindən asılı olmayaraq. Peyğəmbər də, imam da, sıravi mömin də Allaha pənah, Allaha sığınır. Allah Teala buyurur ki, وَمَنْ يَأْتَسِمْ بِاللّٰهِ. Hər kəs Allaha sığınsa, yətəsim billah, yəni yapışsa, sığınsadan məqsəd bəlkə də deyərik bu cürünə ki, yapışıb buraxmır. Məcazi mənada. Yapışıb buraxmır.
Və mən yətəsim billah. Hər kəs Allahdan yapışsa, Allahdan tutsa, Allah Taala buyurur ki, fəqad hudiyə ila siratin müstəqim. O həqiqətən doğru yoldadır. O həqiqətən doğru yoldadır. Sırat-ül müstəqimin əlamətlərindən biri budur ki, adam moizə qəbul eləyir. Məsələn, Allah Taala Quran-ı Kərimdə bəzi insanları məzəmmət edir, deyir, onlar moizə qəbul eləmirlər. Ne cür məzəmmət edir? Deyir ki, onların gözləri var, amma görmürlər. Moizə təkcə budur ki, məsələn, kimsə danışsın, sən qulaq asırsan. Moizə budur ki, baş verir, moizə nəsihət. Baş verir, sən baxırsan, gözündən moizə getirirsən. Deyir, onların gözü var, amma görmürlər. Qulaqları var, amma eşitmirlər. Yəni, bunlar moizədən məhrum olanlardır. Moizədən məhrum olanlardır. Amma moizəyə qulaq assaydılar, nəsihət əldə eləsəydilər. Fərqi yoxdur, nəsihəti kim verir? Fərqi yoxdur, nəsihəti kim verir? Quran-ı Kərimdə ayə var, Allah Taala Allahın bəndələri barəsində buyurur ki, onlar sözə qulaq asırlar. Demirəm, mömin adamın sözünə qulaq asırlar, imana. Yox, fərqi yoxdur. Kim deyir, deməyindən asılı olmayaraq. Sözə qulaq asır, fəyəttəbiunə əhsənə. Ən gözəlinə də tabi olur. Qeyri-müsəlmandır, söz düz sözdür, gözəl sözdür, məntiqli sözdür, ağıllı sözdür, qəbul edir. Söz bu cürdür, moizə bu cürdür. Allah Taala buyurur ki, o ayələri ki, ardıcılı oxuyuram, nəticə sırat-ül müstəqimdir. Buyurur ki, vəlau ennəhum fəalu mə yuəzunə bihi. Əgər ki, onlar onlara moizə olunana əməl etsəydilər. Moizəyə qulaq asmaq öz yerində, indi əməl etmək də lazımdır. Əməl etmək də lazımdır. Ləkana xeyrən ləhum. Onlar üçün xeyirli olardı. Və əşəddu təsbita. Onlar imanlarında da sabit olardılar. Yəni, onlar imanlarında sabit olar, yəni sabit qədəm olardılar. Hidayətdən sonra başqa bir tərəfə üz tutmazdılar. Əgər eşitdiklərinə əməl eləsəydilər. Əşəddu təsbitən. Allah Taala buyurur ki, və idən ləətəynəhum min lədunnə əcrən əzima. Və elə o zaman da biz onlara öz tərəfimizdən əzəmətli əcr verərdik. Əzəmətli əcr verərdik. Və ləhədəynəhum sıratən müstəqima. Onları doğru yola yönəldərdik. Demək, doğru yola yönəlmək üçün eşitdiyimiz moizələrə əməl etmək lazımdır. Əməl etmək lazımdır. Bəzən olur, yoldaşlar söhbət edirlər. Deyirlər, filan yerə getmişdik moizəyə. Bir dənə gözəl moizə elədi. Soruşursan ki, nədən moizə elədi, bilmirəm ki. Sən pis deyirsən, gözəl moizə elədi. Gərək moizədə diqqətli olasan, qulaq asasan, əməl eləyəsən. Ayə oxuyuruq, eşitdin, saxla yadında, 3 nəfərə, 5 nəfərə də danışasan. Moizə budur. Moizə budur ki, məsələn, getdin, filan kəs gözəl moizə elədi, amma bilmirəm nə danışdı. Beşinci əlaməti budur ki, sırat-ül müstəqimin beşinci əlaməti budur ki, Allahın razılığına tabi olmaq. Beşinci əlaməti budur, Allahın razılığına tabi olmaq. Məsələn, ayə ilə danışır, Quran-ı Kərimin ayələri ilə. Allah Taala buyurur ki, yəhdi bihillah mən ittəbəə rizvanə. Allah hidayət edir o kəsi ki, o Allahın razılığına tabidir. Allahın razılığına tabidir. Yəni, nə cür? Allahı şikayət eləmir, naşükürlük eləmir. Olduğu vəziyyətdən Allahla bir narazılığı yoxdur.
Əgər hər hansısa bir naxoş hadisə baş verməsinə Allahı günahlandırmır. Özündə səhv axtarır. Və yaxud hər hansısa bir xoşa gəlməz hadisədə Allahın imtihanı olduğunu bilir. İmam Hüseyin əleyhissalam Kərbəlada bu cür dedi. Dedi, rizən bi qəzaik və təslimən li əmrik. Kərbəla isti səhra, isti çöl, susuzluq bir yandan, düşmən əhatə edib bir yandan, başqa çıxış yolu yoxdur. Bir tərəfdən uşağa baxırsan, böyüyə baxırsan, adam bilmir neynəsin. İmam bilir neynəsin. Mən öz halımızdan danışıram ki, əgər biz o halda olsaydıq neynəyərdik? İmam bilir neynəyir. İmam deyir, rizən bi qəzaik və təslimən li əmrik. Yəni, elə bir halda İmam bu sözü deyir, ilahi səndən gələnə razıyam. Əmirlərə də təslimə. Allah Teala buyurur ki, yəhdi bihillah, Allah hidayət edir. O kesi ki, mən ittəbəə rizvanə, Allahın razılığına tabi edir. Subülə səlam, salamatçılıq yollarına, İslamın yollarına və yuxricuhum minəz-zulmati ilən-nur. Onu zülmətlərdən nura çıxartır. Bi-izni, öz izni ilə və yəhdihim ilə sırat-ı müstəqim. Onları sırat-ı müstəqimə çatırlar. Demək, sırat-ı müstəqimə çatmağın əlamətlərindən biri budur ki, adam Allahdan narazıdır. Allahdan narazı deyil, razıdır. Bu bir. Növbəti əlamətlərindən biri budur ki, sırat-ı müstəqimin. Allaha tabe olmaq. Neçə yerdə Quran-ı Kərimdə Allah Teala Allaha, Peyğəmbərə tabe olun deyir və yaxud itaət edin deyir. Baxsaq görərik ki, məna baxımından oxşarlığı var. Tabe olmaq, itaət etməyin. Tabe olmaqla insan sırat-ı müstəqimə çatır. Allah Teala buyurur ki, və ənnə həzə sırati müstəqimən. Həqiqətən bu mənim yolum doğru yoldur. Sırat-ı müstəqimdir. Fəttəbiuhu. Ona Allaha tabe olun. Allah Teala buyurur. Və lə təttəbius-subul. Başqa yollara tabe olmayın. Nəticəsini də deyir Allah Teala buyurur. Fətəfərrəqə bikum ən səbili. Allahın yolundan ayrılarsınız. Allahın yolundan ayrılarsınız. Allah nə cür deyir? Nə deyir Allah? Ona tabe olun. Ona tabe olun ki, Allahın sırat-ı müstəqimində olasınız. Növbəti əlamət nədir? Növbəti əlamət budur ki, ədalət var bu yolda. İndi baxırıq, görürük ki, həqiqətən sırat-ı müstəqim geniş mövzudur. Sırat-ı müstəqim elə sadə, bəsit bir şey deyir ki, bizi doğru yola yönəltir. Və hər adam da özünü sırat-ı müstəqimdə bilməsin. Həl yəstəvi huvə mən yəmuru bil-ədl və huvə əla sırat-ı müstəqim. Allah Teala buyurur ki, məgər ədalətə əmr edənlə və dünyada olan şəxslə müşrik bir insan bərabərdir. Doğru yolda olan sırat-ı müstəqimdə olanların xüsusiyyətlərindən biri bu da ədalətdədirlər. Ədalət nədir? Ədalətin sadə tərifi budur. Hələ bizim geniş mövzularımızdan biri də ədalət. İllərlə kəlam alimlərinin arasında mübahisə mövzusu olur. Allahın ədalətli olması. Allahın ədalətli olması. Allah Teala buyurur ki, o kəslər ki, ədalətlidirlər, yəmuru bil-ədl, ədalətli olmağa çağırırlar. Və huvə alə sırat-ı müstəqim. Onlar doğru yoldadırlar. Başqa bir əlamət nədir? Başqa bir əlamət budur ki, Allah Teala buyurur, və hudu ilə təyyib minəl qavl. Pak sözə tərəf yönəlin. Hudu ilə təyyib. Paka tərəf yönəlin. Pak nədir? Pak kimdir? Pak. Bilmək lazımdır paklar kimdir. Allah Teala buyurur Quran-ı Kərimdə,
Paklar kimdir? Əhl-i Beytdir. Təthir ayəsində pak olanlar kimlərdir? Əhl-i Beytdir. Deyir, minəl qavl, sözün pak olanına tərəf yönəlin. Və hudu ilə sıratil həmid, həmid olan Allah'a yoluna tərəf yönəlin. İman getirməklə adam dərhal deyə bilməz ki, mən sırat-ül müstəqimdəyəm. Mən sırat-ül müstəqimdəyəm, deyə bilməz. Ne üçün? Çünki ayə deyir. Allah Teala buyurur ki, və innəlləhə ləhadilləzinə amənə. Həqiqətən Allah iman getirənləri hidayət edir. Yəni, əgər iman getirənlər sırat-ül müstəqimdə olsaydı, Allah Teala deməzdi ki, onları sırat-ül müstəqimə hidayət edir. Deyir ki, Allah Teala innəlləhə ləhadilləzinə amənə ilə sırat-ül müstəqim. İman getirənləri sırat-ül müstəqimə yönəldir. Kimlər sırat-ül müstəqimdədir? Kimlər sırat-ül müstəqimdədir? Peyğəmbər sırat-ül müstəqimdədir. Allah Teala buyurur ki, Fəstəmsik billəzi uhiyə iləyk. Peyğəmbər, tutqina, yapışqina, tut. İnnəkə alə sırat-ül müstəqim. Sənə vəhy olunanı tutqina. Vəhy olunan nədir? Quran-ı Kərim. Quran-ı Kərimi tutqina. İnnəkə alə sırat-ül müstəqim. Həqiqətən sən sırat-ül müstəqimdəsən. Peyğəmbər sırat-ül müstəqimdir. Kimlər ki, Peyğəmbərin çağırışına cavab verir, onlar da sırat-ül müstəqimdir. Və innəkə lətəd'uhum ilə sırat-ül müstəqim. Həqiqətən sən Peyğəmbər, onları çağırırsan, hara çağırırsan? Sırat-ül müstəqim. Sırat-ül müstəqimə çağırırsan. Peyğəmbərin çağırışına əməl etmək, Peyğəmbərin çağırışına getmək, sırat-ül müstəqimə əməl etməkdir. Ola bilər ki, bizim üçün müəyyən insanları göstərsinlər sırat-ül müstəqim. Düşünər, bax, bu adam Peyğəmbər sallallahu yanında olub, səhabədir, sırat-ül müstəqimdə olanlardandır, desinlər. İnkar eləmirik. Ola bilər. Ayədə Allah Teala buyurur ki, sırat-ül müstəqimi gedənlərdə fərqlidir. Gedənlər fərqlidir. Dimdik gedənlər var. Sürünə-sürünə gedənlər var. Bir baxın, seçim edin onların arasında. Kiminlə gedirsiniz bu sırat-ül müstəqimi? Sürünənlərlə gedirsiniz, ya dimdik gedənlərlə gedirsiniz? Kiminlə gedirsiniz? Mülk suresinin 22-ci ayəsində Allah Teala buyurur ki, əfəmən yəmşi mukibbən alə vəçi, üzü üstə gedənlər var. Əfəmən yəmşi mukibbən vəçi əhda əmmən yəmşi səviyyən ələ sırat-ül müstəqim. Sırat-ül müstəqimdə doğru gedənlər var. Gəldi bir nəfər Peyğəmbər sallallahu soruşdu ki, Peyğəmbər, bu sırat-ül müstəqimi insan şəklində kimi göstərmək olar? Çoxda axı adam Peyğəmbərin yanında. Dedi, Peyğəmbər kimi göstərmək olar ki, o sırat-ül müstəqimdir. Peyğəmbər sallallahu kimi göstərdi? İmam Əlini göstərdi. İmam Əlini göstərdi, dedi, Huvə Əli İbni Əbu Talib sırat-ül müstəqim. Əgər sırat-ül müstəqimi görmək istəyirsiniz, baxın, o Əli İbni Əbu Talibdir. Əli İbni Əbu Talib sırat-ül müstəqimdir. Sırat-ül müstəqimdir. Başqa nə cür nə deyə bilərik bu sözü? Başqa kimsənin barəsində Peyğəmbər sallallahu bu sözü deməyib. Deməyib ki, məsəl üçün, filan kəs məəl Qur'an vəl-Qur'anu mə filan kəs. Deməyib. Yalnız Əli ibn Əbu Talibin barəsində deyib. Deyir, Əli məəl Qur'an vəl-Qur'anu mə Əli. Əli məəl həq vəl-həq mə Əli. Əli haqlandır, haqq da Əli ilə. Əmmar dedi, günlərin birində Peyğəmbər sallallahu oturmuşuq.
Peyğəmbər dedi mənə ki, Əmmar, görsün cəmaat hamısı bir tərəfə gedir. Əli tək başqa bir tərəfə gedir. Sən Əli ilə birlikdə ol günah. Əmmar dedi ki, Peyğəmbər nə üçün? Hələ Əmmar o adamdır ki, sonra İmam Əli ilə birlikdə şəhid oldu. Siffeyn döyüşündə şəhid oldu Əmmar. Əmmar Peyğəmbər sahabəsidir. İslamı ilk qəbul edənlərdən, iman getirənlərdəndir. Dedi, gördün, hamı bir tərəfə gedir. Amma Əli tək başqa bir tərəfə gedir. Sən Əli ilə gedginən. Dedi, nə üçün? Çünki o sırat-ı müstəqimdir. Sırat-ı müstəqim, bax budur. Bəs bu həmin sırat-ı müstəqim barəsində bizim oxuduğumuz ayələr idi. Və bu günləri bizim bilməyimiz lazımdır ki, Peyğəmbər sallallahu Əhl-i Beyti sırat-ı müstəqimin canlı formasıdır. Əgər biz öyrənmək istəyirik ki, sırat-ı müstəqim gedənlər kimlərdir? Əhl-i Beyt əleyhimussalam. Və Allah Taala inşallah bizi o yollarda, Əhl-i Beytin yolunda, sırat-ı müstəqimdə sabit qədəm etsin. Allah Taala inşallah bizi əvvəla sırat-ı müstəqimə çatanlardan qərar versin. Daha sonra həmin yolda sabit qədəm qərar versin. Allah Taala'dan duamız budur ki, bizi Quran-ı Kərimdən, Peyğəmbər və onun Əhl-i Beytindən ayrı salmasın. İnşallah.